Sən millətə görə narahat olan, milləti bu cürlə fikirləşən, millətin əlinə qandal vurub içəri salan. Milletin eline bazılarının eline qandal vurub. Bəs ki, milləti dubinkaya qabağına verən siz. Millətin səsini çıxartmaya qoymayan siz. Millətin ağzını bağlayan siz. Milləti azadlığından məhrum edən siz. Millətin əlinə qandal bağlayan siz. Mənə xeyirdən danışa, xalqa üçün xeyir verib, xalqa üçün ziyan verib. Bunu sən deyirsən mənə. Hansı qohumlarının eline qandal vermişik Vüsal? Hamısını. Hamısının. Əksəriyyətin, bəli. Ha. Buyurup yayınlar ki. Göndər süpürməyə. Ha. Ne oradadılar? Türmədə. Haqqan valasa sözüm yoxdur. Sözümdə mənim özümə əlimə qandal vurubsan, mənim yaxınlarım, mənim qohumlarım. Bax sənin özünə qandal vurmaq lazımdır ki, bala cəmaatı, milləti pis yola çəkmə. Pis yol nəyə deyirsən? Sən pis yolu siz çəkirsiniz. Ha sən özün elə pis yol deyirsən, cəmaata pis yola çəkirsən. Sizin qədər pis yolu gedən ikinci bir tayfa yoxdur Azərbaycanda. Oy Allah. Millətin şahid anasına təpiy atan siz. Şahid anasına təpiy atan siz. Qaziləri dubink altına verən siz. Şahid anası anamızdır, bacısı bacımızdır, qardaşı qardaşımız, atası atamızdır. Niyə təpiy atıyorsunuz da? Heç kim etmə təpiy atmıyor. Yalan deyən. O polislər cəzalandırılıbdır. Ələ yalan danışma, yalan danışma. Nə oldu sizə elədiyiniz sayılmır? Mən indiyə qədər hansı şahid anasına bir dənə hörmətsizlik eləmişəm? Hansı bir dənə şahid anasına təpiy atmışam? Sən millətə xeyrin dəyməyibdir. Hələ sizin millətə vurduğunuz ziyanı heç erməni vurmayıb. Sən mənə durub nədən danışırsan? Millətə nə xeyrin ziyanımızdır? Sizin millətə vurduğunuz ziyanı heç erməni vurur. Nə ziyanımızdır? Və deyirəm də baş şahid anasına təpiy vurubsuz, qaziləri döyübsüz, millətimizin əlin qandallayıb basıbsuz içəri, milləti qoymuşsuz danışmağa. Polis edir də bunu. Polis eləyir, hamın polisi əskəriyyət, ya ümumiyyətcə danışma da sən. Amma tutulursan söz deyə bilmirsən, kəlmə üstünə. Deyirəm ümumiyyətcə danışma da sən. Ümumiyyətcə, hamımız elə tutulursun. Qarşı çıxıbsan o şeyə ki, qulaq asda qarşı çıxıbsan o şeyə ki, niyə polis analarına vurub təpiy atıyorsunuz? Astagfirullah, niyə şahid anasına təpiy atıyorsunuz? Bəli, qarşı çıxılıbdır. Nə inibsən? Qarşı çıxılıbdır, bəli. Nə inibsən? Mən eləməmişəm, böyüklər eləyibdir. Nə iniblər də, nə iniblər? Heç kim bir dənə millət görmüşsün, eləyiblər, cəzalandırıblar. Bax, bir dənə söz deyim. Şəhid anası, bir dənə qulaq, şəhid anası. Gədəbəydə qocan anaların gözünə sprey salırıblar. Gədəbəydə qocan anaların gözünə limon şeyi. Mən eləmişəm. Mən eləmişəm. O polis adı batıranlardır. Ay kişi. Ay kişi. Hələ bəs də polis adı batıranlardır. Hamımıza eyni adamsız sonra polis adı batırandır. Siz edibsiniz də bunu, mən eləməmişəm. Polis adı batıranlardır, bəli. Biz elə şey eləmişik. Siz bağlı. Neyi Hasan? Amma millətə yox da, dövlətə ziyanınızdır. Hələ sizin kimlərə nə qədər ziyan vursan savab. Dövlətə ziyan vurursun. Sən durub mənim şahid anama təpiy atırsan. Millətə ziyan vurursun. Millət pis yox çəkirsiniz. Siz mənim qazilərimizi incəlirsiniz, xalqın qazilərini incəlirsiniz. Sən qazilərin deyil o, sən qazilərin deyil. Kimin bu qaziləridir? Mən xalqım. Sən Azərbaycan vətəndaşı deyilsən, sən Azərbaycanlı deyilsən. Kimsən? Sən haralıyam? Sən başqa ölkənin insansan, sən də haralıyam? Sən haralsan özün bilirsən. Haralıyam da? Sən ermənisən. Mənəm erməni? Nə, sənsən. Yalan deyəm. Söyüşlə oturub dursan indi. Mən giderim yalan deyəm də. Oğru söyüş sevməz. Söyüş sevməz demədin erməniyəm, deyəm yalan deyəm. Sizin qanunlarımızda oğru söyüş sevməz. Ələ qulaq as da, yalan deyəm. Aladər. Əməkdaşdır. Attın. 2 saniyə çıxdı. Sən at getmirsən. Bax şər yaxmaq, yalan danışmaq hamısı sizdədir. Mən erməniyəm, mən talış balasıyam, astaralıyam. Astaralsan, Astarada olmalısan. Xeylə şey, harada yazılıb Astarada olmalıyam? Yaxşı, sən Azərbaycanda olmalısan. Niyə? Kim sənə deyib? Ürəyim arada istəyərəm onlara. Deyirsən, millətdən danışsan, millətə elə sevirsən, bir dənə qulaq var. Bir dənə qulaq var, millətə elə sevirsən, millətin yanında dur da. Deyirsən, biz millətə istəyirəm, deyirsən, millət belə, millət belə. Ələ bir dəqiqə qulaq asın. Dövləti təmsil edəmirsən. Sən dövlətində belə bir qayda qanun var ki, sən Astarada olmalısan. Mən o mənədə demirəm. Sən demirsən millətimin yanındayam, mən nə bilim yerlərimin yanındayam, onun yanındayam. Yanındayam, son nəfəs. Yanındasınsa, yanında olmalısan. Sosialdan durub orada fikir bildirməlisən. Sən niyə sosialdasan? Mən sosialdayam, sənin kimləri görürəm belə, yəni baxıram. Mən də sənin kimləri görürəm, mən də sənin kimləri görürəm.
Hey, Mən də millətin sənin başını kimi aldadılar. polis quldurlarını görürəm, Azərbaycanın qanun insan polisləri görürəm, burada sözümü deyirəm də. Sən necə burada Qulaq, deyirsən nə Gədəbayda elə, nə bilim Hər yerdə Azərbaycan polis arı batıranlar da, o polis ümumiyyətlə danışamazsın. hamımız eləsiniz. Hamımız bu eyniz bilsin. Hamımız bu eyniz. Ay Allah, Vüsal, sən bu danışmaqdan Hamımız bu eynizi bilsiniz. Hamımız bu elədikləri, boş hamımızın bu şeylər. danışmaqların tutarmadı. Səhv deyirəm. Safsa. Bəli. Polisdən hamısı indi. Polis adı batıranlar. Bir də hələ bir də polis adı batıranlar, qulaq as. Eyni dörsə niyə qarşı çıxmırlar bu şeylərə qarşı? Qarşı çıxılıbdır, bəli. Hətta necə qarşı çıxırlar? Azərbaycanın səsini çıxarda bilmir millət. Necə qarşı çıxır? Qarşı çıxılıbdır, bəli. Azərbaycanda millət öz haqqını tələb eləyə bilmir. Necə qarşı çıxırsan? Millət haqqı tələb eləməyə Bəli, eləyə bacarmır. bilmir. Tutub basır üstü içəri. Yox, tələb eləməyə bacarmır axı. Necə tələb eləsin? Dizlərinin atsın sənin qabağında necə tələb eləsin? Yox, mən demirəm ki, dizans. Siz necə? Kim haqqını tələb eləyib, sonra deyirsən ki, polislərin hamısı eynidir. Tutursuz basırsınız Polislərin hamısı içəri. eyni deyil, bəli. Polislərin Tutursuz hamısı basırsınız eyni deyil. içəri də. Tutursuz basırsınız içəri. Bəziləri polislərin adını batırır, onlar da cəzalandırılıb hamısı. Necə adım batırdı? Necə adım batırdı? Şahidəm onlar Sizə demirsən. əmr eləyir. Bax, qulaq asın. Onların hamısı tədbir görülübdür. Sabah sana əmr eləsələr ki, sabah sana əmr eləsələr ki, filan yerdə cəmaət qalxıb, tutub hamısını basıb salacaq içəri. Necə hamısı? Hamısı eyni adamsınız da. Əmrə tabe edirsiniz. Qalxıb deyəndə ki, bəli. Ya da quldursuz da. Quldur nədir bilirsən sən? Quldur odur ki, xalqın qanını içən. Xalqın qanını içən sənsən. Mən nə xalqın? Sən xalqın cəmaatın başını aldadırsan. Uşaq pulunu mən kəsmişəm. Qazilərin pulunu verməyəm mən. 80 manatın verəm mən. Mən bu şeylərdə yoxam. Mən sizsiniz bu şeylərdə. Mən də deyirəm. Hə, de. Pensiyanı kəsən siz. Uşaq pulunu yiyən siz. Heç kim kimin pulunu yemir. Üzdən iraqlara görə kişilərin Balıqda qalxını yapan verən sərbəstmək siz. lazımdır. Bir dənə trans gəlsə şikayət eləsə ki, mənə filan söz deyib, daxılı gedib aparıb verər soxarsan onu qoduqluğa. Siz də quldurluq elə, biz üybə ya. Solsan necə yalan danışsan, sol. Mən yalan danışıram. Bir dənə transa görə milləti soxmuşsunuz içəri ki, Targovda. Ben yanına olmuşsa yəqin transı bir yerdə. Bəli, bu tavırda Azərbaycandaydım. Hə, de bəli. Bəli, Targovdaydım da Bir yerdə olmuşsa Targovda translar niyə dedin translar? Dedim transa görə bu qədər insanlar tutmasın. Bak görürsün bu beləncə pırıldaq. Ha, transla bir yerdə olmuşsan, bir sağ. Transla bir yerdə olmuş ya. Deyirsən transla Transla bir siz yerdə. yaşıyorsunuz Azərbaycanda, burada trans yoxdur. Transla siz yaşıyorsunuz Azərbaycanda. Transla sən bir yerdəydin, bir sağ. Bunlar hərəkətlər, bəsən olursan transla nə işin var? Söz tapmayandan sonra bu belə meymunluq edir. Deyirsən transla bir yerdəydim da, 1600 nəfər burada şahiddir. Mən dedim Transdan bir yerdəydim, mən dedim Targovdaydım. Deyirəm transla bir yerdəydim, dedim bəli, Targovda bir yerdəydim. Mən dedim Transdan bir yerdəydim, ha? Sən nə dedin? Deyirəm ki, transla bir yerdəydin, sən dedin bəli, Targovda. Sonra da deyirsən ki, polislərin hamısı eynidir. Bax gördün yenə meymunluq eləyirsən, yalan danışırsan. Mən meymunluq eləmirəm, sən dediyimi deyirəm mən. Sən Meymunluq dedin, eləyirsən. transla bir yerdəydin sən. Meymunluq eləyirsən də meymunluq eləyirsən. Sonra deyirsən ki, polislərin hamısı eynidir, polislərə adlar ləkədir. Mən səndən soruşdum ki, transla bir Ölürsü yerdəydin, sən aktyorluq nə dedin? eləməyə, ölürsü yalandan bir-birini Heç tərifləməyə. kim aktyorluq eləmir, sən Aktyorluq aktyorluq eləyirsən, eləyən ki, transla cəmaatın başını aldadırsan, misal. Hə. Cəmaatı mən başına aldadıram. Oğru deyəsən, oğruyam, beləyəm, beləyəm. Sən danışırsan. oğru dərsən, sən heç Hətta sənin deməyinlə kimsən, görə, sən sən heç kimsən. deməyinlə mənim kimsə oğru olur, sən deməyinlə Sən Azərbaycan vətəndaşı deyilsən, sən heç nə oğrusan, nə Azərbaycan vətəndaşısan, nə lotusan, nə avarasan, nə kritisən, nə heç sən deməsən mən olmuram ha oğru. Sən heç kimsən. Kim deməklə olur? Andolala hadirəm sənin böyüklərin mənim yanımda heç kimdir. Sənin generalların mənim. Allah, ay Allah. Sənin o generalların, sənin o böyüklərin mənim ayağımın altında. Monitorda belə danışa bilərsən. Hələ sən özün belə şeysən. Səndə üzvü görüblər, səndə üzvü görüblər. Hələ mənim üzümü yenə görürlər, sən üzvü göstərməyə qorxursan. Mən üzümü göstərmək yox, sən o əsl üzvü görüblər də, yəni o məvul deyil, məvul deyil. Mənim üzümü hamısı görür, mənim sözümü hamısı eşidir. Bəli, başqa ölkədə sən. Gizlənibsən orada şahid şöbə rəisinin bucağında oturubsan, orada gəlib mən burada deyirsən ki, monitor arxasında belə etdim. Mən yenə hamı burada görür. Mən bilirəm burada. Sən gizlənib söz deyirsən.
Gizlənib orada rəisin qucağında gizlənib, əməliyyatçının qucağında deyib söz deyirsən. Ay Allah, Vüsal. O faktdır da, yalan deyir ha. Üzümü görsəm də Vüsal, sahib sənə deyir. Sahib sənə demək istəyirəm. Deyirəm ki, sən cəmaatın başını aldırırsan. Kimin başını aldırırsan? Andollallah deyirəm, bayaqdan sən qədər burada yalan danışan olmadı. 50 dəfə burada yalan danışırsan. Nə yalan danışmağımı görmüsən? Nə görmüşəm? Mənim ehtiyacım yoxdur deməyə. Burada 1600 nəfər, 1500 nəfər görürsən. Yalan danışan sənsən, millətin beyninə girən sənsən, millətin psixologlaşan sənsən. Səni narahat edəmlər. Ölkədə Azərbaycana fikir. Bax, sən cəmaatın başını aldatma. Zor edirəm. Zor eləyirsən, olsa heç kim sənə vid vermir. Sadəcə mən sənə yenə də deyirəm. 1600 nəfər adam burada niyə gəlir? Vid verirəm. Sən mənim ayağıma gəlibsən. 15 yaşındakı uşaqlar qulaq as. Sən mənim ayağıma gəlibsən. Girirsən canlı. Bir dənə qulaq as. 15 yaşındakı uşaqlar girirsən canlı və videolara baxır. Hə. Bax, videolara bax. Sonra sənə baxsınlar millətə qarşı. Sən yolun vardı, sən oğrusan nəsən? Sən yolu getmək istəyirlər. Ona görə deyirəm ki, cəmaatın balasını bədbəxt eləmə. Millətin başına oynaşma. Narahatsan. Mən bəli, millətimə görə narahatam. Mənə ləzzət eləyirsən narahat olanda. Mən millətimə görə narahatım, özümə görə narahatım. Mənə ləzzət eləyir ki, sən narahat. Mən heç nədən varsan. Polisləri narahat eləmək mənə ləzzət eləyir. Sən polisdən narahat eləmirsən, mən polisdən nəyə görə narahat olum? Millətin narahat olmağına görə narahat olum. Polislər narahat olur ki, 5 dənə də mən kimisi olsa, sizi böyür üstə qoyar. Polislər onun görə narahatdır. Ona görə sənin kimlər yoxdur burada. Niyə yoxdur? Sən də yoxsan. Sən də yoxsan, sənin kimlər də yoxdur. Mən yox, məni siz hiss edirsiniz. Necə yoxam? Sən heç kimi hiss eləmirsən də hiss edən yoxdur. Biz sizə şah damarınızdan da yaxınıq. Məni siz hiss edirsiniz ki, qalxıbsınız bura. Ha, heç kim hiss eləmir. Görünür elə. Biz sizə şah damarınızdan da daha yaxınıq. Oy Allah. Hiss eləmir. Yaxınsan, çox yaxınsan. Bəli. Çox. Bəli. Şah damarınızdan da daha çox yaxınıq sizə. Çox yaxınsan ha, çox. Bəli. İraqla Azərbaycan arasında nə qədər məsafə var? Ona görə narahatsan da. Sən bir dənə söz deyim. Ona görə narahatsan. Ancaq qulaq as bir dənə. Hə. 10, 15, 16 yaşdakı uşaqların başını sən alladırsan, cəmaat da sənin yolunu gedir. Cəmaatın adından danışma da. Cəmaatın adından danışma, öz adından danış. Yorumlara as bir dənə. Cəmaatın adından sənə nə var ki, şikayət elətdirmək istəyirsən? Yorumlar heç kim sənə şikayət eləmir. Yorumlara at. Burada da torba tikənini eləyirsən ha. Eşimin torbasını tiymir. Burada da torba tikənini eləyirsən. Eşimin torbasını tiymir. Sağ ol. Sən səhv danışırsan. Torba tikənini eləyirsən. Sən çox səhv danışırsan. Damatın kommentin screen eləyirsən. Sən çox səhv danışırsan. Damatın kommentlər Bir vaxtlar sasın qolva düşürdü. Nə oldu? Olsun ya. Yenə də uzadarım. Nə olar ki? Qolva düşürdü saçını. Nə olar ki? Saçını hörürdün. At quyruğu zad edirdin. Nə olar ki? Padlodur. Sağ ol. Sağ Telegramdan yazacağım. Səndən bir görüntü. Sən polissən, mən səndən nə yazacağım? Səndən bir görüntü danışaq. Səndən bir görüntü danışaq. Danışda belə qorxursan belə danışmağa. Danış da. Mən 1700 nəfərin, 2000 nəfərin içində mən kamera açanda ərəm. Niyə qorxursan? Gəl sənə bir dənə şəkil göstərəm. Qorxursan. Yoxsa gəl sənə bir dənə şəkil göstərəm bax. Qorxursan. Sənin şəkilin narahat olma. Gəl sənə bir dənə şəkil göstərəm. Sənin şəklini gözlə. Göstər. Gözləyəcəm. Burada nətə qoşulurlar. Sənə bir dənə şəkil göstərəm. Mənim şəkillərimə qədər saxlayır, sonra deyir hiss eləmirəm sizi. Mənim şəkillərimə qədər şəkil var, o saxlanmalı şəkildən. Mənim şəkillərimə qədər saxlayır, sonra sən hiss eləmirəm səni. Burada qalırsa göstərəcəm. Şəkillərimə qədər telefonlarında var, eşitsən polislərin o. Deyir, sonra hiss eləmirəm səni. Gözlə. Elə şəkildir ki, o saxlanmalı şəkildir. Bax, quldurluq yalanlar sizdə. Elə şəkildir ki, o saxlanmalı şəkildir. Mən gözlə sənə. Sənə bir şəkil göstərəcəm, balet elə. Üzvü göstərdi, sən üzvü niyə göstərdirsən? Sən kim adamı üzvü göstərmək lazım deyil. Qorxursan, qorxaqsın. Nə işimi? Tapamadım. Boş adamların şəklini saxlamamışım. Nə oldu elə şəkilli bir şey eləyirdin. Sənin şəkilli bir şey eləməmişsin, TikTokda paylaşmışdılar. Hələ, mutfilm söhbətlər eləmə. Onsuz da hamımız məktəb uşaqları. Sən sənə mutfilm zamanı başına alırsan. Yorumlara, nənəsinin şotuna. Yalanı torba, millətin torbasını dişmə burada. Millətin fikrini soruşaq da. Millətin adından danışma, öz adından danış. Yox da millətin adından danışma. Millət qoy fikir bildirsin, gör. Vüsal,
Azərbaycana oturub İraqdan Azərbaycana fikir Sen halkı bildirir. tanıyırsan, siz halkımız tanıyırsınız. Oy Allah, haqqı Bəli. tanıyan sən idin ki, səni deport elədilər də. Ben kimi talamışam, ben kimi tutturmuşam, kimi talamışam. Talamısan. Kimi? Hər kimi. Kimi də yalan niyə danışsan? Yalan danışırsan, sən dövlətin xeyrindəyim. Bir dənə qulaq as. Bir dənə qulaq as. Sən millətə xeyrindəyim. Sən dövlətə xeyrindəyim. sən mənə xeyirdən heç nə danışsan. xeyrindəyim. Sən Sənin nə xeyirsiz xeyrindəyim? bir Hələ bildiyin mənə bir də qulaq as. Sən xeyirsiz bir vətəndaş idin. Ona görə sən də vətəndaş deyilsən. Və onda sən niyə belə narahatsan? Mən narahat deyiləm. Mən millətimə görə narahatam ki, sən millətin başını aldatma.